bugünkü dərsimiz sıra və sıraların idarə olunması olacaq. Sıra hərəkətləri. Sıra hərəkətləri şagirdin dərsdə fəaliyyətinin təşkili, istiqamətləndirilməsi və tənzimlənməsi üçün tətbiq edilən sərəncam və əmr formasında verilən komandalar müvafiq icra edilən hərəkətlərdir. Sıra hərəkətləri sadəcə şagirdlərin hərəkət fəaliyyətini təşkil etmir. Bəli, sıra hərəkətləri şagirdlərdə təkcə hərəkət fəaliyyəti təşkil etmir, həm də onların təlim tərbiyəsində mühüm rol oynayır. Bəli, sıra hərəkətləri vasitəsilə şagirdlərdə bir çox müsbət keyfiyyətləri formalaşdırmaq olar. Bu metodika vasitəsilə şagirdlərdə aşağıdakı müsbət keyfiyyətlər aşılanır. Hansılardır? Nizam intizamdır, səliqəlilikdir, kollektiv fəaliyyətdir. Bu kimi müsbət keyfiyyətləri şagirdlərdə formalaşdırmaq olar. Nizam intizam nədir? Verilən komandalara dəqiq və vaxtında reaksiya göstərməyə bacarığıdır. Səliqəlilik nədir? Duruşda, hərəkətdə və ümumi görünüşdə səliqəli olmaq vərdişidir. Komanda fəaliyyəti isə birgə və sinxron hərəkət etməklə komanda ruhunun formalaşdırılması, bu kimi müsbət keyfiyyətləri şagirdlərdə sıra hərəkətləri vasitəsilə formalaşdırmaq olar. Düzlük nədir? Düzlük şagirdlərin birgə fəaliyyəti üçün yerləşməsi adlanacaq. Düzlük şagirdlərin birgə fəaliyyəti üçün yerləşməsidir. Düzlük iki cür olur: cərgə və sıra formasında. Cərgə nədir, sıra nədir? Bunları nəzərə yetirsək, cərgə bir düz xətt üzrə çiyin-çiyinə durub birgə icra edilən fəaliyyətdir. Şəkillərlə gördüyümüz kimi şagirdlər yanmayan dayanır, yəni çiyin-çiyinə dayanır. Birgə icraən fəaliyyət cərgə düzlükü olacaq. Sıra düzlükü nədir? Bir düz xətt üzrə boyun ardınca durub birgə icra edilən fəaliyyətdir. Şagirdlər gördüyümüz kimi cərgə düzlükündən fərqli olaraq sıra düzlükündə bir-birinin boynu ardınca dayanırlar. Cərgə düzlükü oldu. Bir düz xətt üzrə çiyin-çiyinə durub birgə icra fəaliyyət cərgə düzlükü oldu. Sıra düzlükü isə bir düz xətt üzrə boyun ardınca durub birgə icra edilən fəaliyyət oldu. Cərgə və sıranın elementlərinə baxaq. Cərgə dedik ki, cərgə düzlükü bir düz xətt üzrə çiyin-çiyinə durub birgə icra edilən fəaliyyət oldu. İnterval. İnterval cərgədə saxlanılır. Cərgədə düzlənlər arasındakı məsafə. İnterval cərgədə düzlənlər arasındakı məsafə. Təxminən bu məsafədə 4 barmaq enində olmalıdır. Gördüyümüz kimi şagirdlərin arasındakı məsafə intervaldır. Cərgədə düzlənlər arasında məsafə intervaldır. Cinah nədir? Sağ cinah, sol cinah. Cərgənin sağ qurtaracağı, cərgənin sağ və sol qurtaracağı. Eynən, cinah cərgənin sağ və ya sol qurtaracağıdır. Dönmələr zamanında adı dəyişmir. Cinah oldu, cərgənin sağ və ya sol qurtaracağı, sağ qurtaracaq, sol qurtaracaq. Dönmələr zamanında cinahın adı dəyişmir. Front. Front gördüyümüz kimi ox işarəsi ilə verilir. Düzlükdə məşğul olanların baxdığı istiqamətdir. Düzlükdə məşğul olanların baxdığı istiqamət front adlanacaq. Bir növdə adı tərəfdir. Gəldik sırada baxalım. Sırada məsafə saxlanılır müəllimlər. Sırada bir qol uzunluğunda saxlanılmalıdır. Məsafə bir qol uzunluğunda olmalıdır. Şagird burada gördüyümüz kimi əlin irəliyə verir yoldaşın çiyninə və məsafə saxlanılır. Deməli, interval cərgədə düzlənlər arasında məsafə oldu. Məsafə isə sırada düzlənlər arasında məsafə oldu. Bir qol uzunluğunda məsafədir, 4 barmaq enində isə intervaldır. İstiqamətləndirici. İstiqamətləndirici sırada birinci duran şagirddir. İstiqamətləndirici adlanır. Sırada birinci dayanan şagird istiqamətləndirici adlanacaq. Sonuncu
sırada sonuncu duran şagirddir. İstiqamətləndirici sırada birinci dayanan şagird adlanacaq. Sonuncu isə sıranın sonunda duran şagird adlanacaq. Növbəti əsas duruş vəziyyətinə baxaq, hörmətli müəllimlər. Əsas duruş vəziyyəti necə olmalıdır? Baş düz baxışlar irəliyə. Baş düz baxışlar irəliyə olmalıdır. Qollar sallanmış, barmaqlar yarımbuclu, baldırın orta xəttinə sıxılmış vəziyyətdə olmalıdır. Ayaqlar və çiyinlər düz olmalıdır. Dabanlar bir yerdə olmalıdır. Pəncələr bir pəncə enində aralı olmalıdır. Pəncələr bir pəncə enində aralı olmalıdır. Bir daha nəzərə yetirsək, əsas duruş vəziyyəti. Baş düz, baxışlar irəliyə istiqamətlənməlidir. Qollar sallanmış, barmaqlar yarımbuclu, baldırın orta xəttinə sıxılmış vəziyyətdə olmalıdır. Ayaqlar və çiyinlər düz olmalıdır. Dabanlar bir yerdə olmalıdır. Pəncələr də bir pəncə enində aralı olmalıdır. Baxaq şahidlərə verilən komandalardan nəzər yetirsək, düzül komandası var, düzləm var, fərağat, azad və bir neçə komandalar var ki, hamısına nəzər yetirəcəyik. Müəllimin şahidlərə düzül komandası verilməsi ilə şahidlərin fəaliyyətinə baxaq. Müəllim şahidlərə düzül komandası verərək şagirdlər müəllimin göstərdiyi sıraya düzlərək əsas duruş vəziyyətini alırlar. Şagirdlər müəllimin göstərdiyi sıraya düzlərək əsas duruş vəziyyətini alırlar. Müəllimin düzül komandası ilə. Bayaq əsas duruş vəziyyətinə baxdıq. Həmən vəziyyəti şagirdlər müəllimin düzül komandasına riayət edərək şagirdlər müəllimin göstərdiyi yerdə sırada, sağda, solda, ortada düzlərək əsas duruş vəziyyətini alırlar. Düzlən komandası ilə şagirdlərin fəaliyyətinə baxaq. Düzlən komandası ilə şagirdlər pəncələrini bir xətt üzrə düzəldərək sırada əsas duruş vəziyyətini alır və başı sağa döndərərək özündən əvvəlki dördüncü yoldaşın sinəsini görür. Gördüyümüz kimi şagirdlərin istiqamətlendirici xaric, yəni istiqamətlendirici şagird xaric olmaqla digər bütün şagirdlər hamısı başını sağa döndərir. Şəkildə gördüyümüz hamısı başını sağa döndərir və özündən əvvəlki dördüncü yoldaşın sinəsini görənə qədər. Bir də təkrar edək. Müəllimin düzləm komandası şagirdlərin fəaliyyəti. Şagirdlər pəncələri bir üst xətt düzəldərək sırada əsas duruş vəziyyətini alır və başlarını sağa döndərərək özündən əvvəlki dördüncü yoldaşının sinəsini görür. Fərağat komandası ilə şagirdlərin fəaliyyətinə baxaq. Fərağat komandası ilə şagirdlər tez əsas duruş vəziyyətini alırlar. Müəllim fərağat komandası ilə şagirdlər tez əsas duruş vəziyyətini alırlar. Düzül komandasından fərqli olaraq düzüldə də şagirdlər tez əsas duruş vəziyyətini alır. Fərağatda da şagirdlər düzüldə də şagirdlər əsas duruş vəziyyətini alır. Fərağatda da şagirdlər əsas duruş vəziyyətini alır. Yəni düzül komandasından fərqli olaraq düzül komandasına müəllim yer göstərir. Sağda düzül, ortada düzül. Yəni müəyyən müəllim yer göstərir. Şagirdlər orada düzülüb əsas duruş vəziyyətini alır. Ancaq fərağat komandasında isə müəllim yer göstərir olduğu yerdə şagirdlər harda dayanıblarsa müəllim fərağat komandası verdi. Orada tez əsas duruş vəziyyətini alacaqlar. Düzül komandası müəllimin göstərdiyi yerdir. Müəllim göstərdiyi yer düzülüb əsas duruş vəziyyətini alır. Ancaq fərağat komandasında isə şagirdlər tez əsas duruş vəziyyətini alırlar. Yəni, düzüllə fərağatın fərqi. Azad komandasında şagirdlərin fəaliyyətinə baxaq. Azad komandası şagirdlər öz yerlərini dəyişmədən heç yana tərpənmirlər. Öz yerlərini dəyişmirlər. Nə cür sırada və ya cərgədə dayanıblarsa o formada qalırlar. Öz yerlərini dəyişmədən sağ və ya sol dizini azacıq bükərək sərbəst dayanırlar. Baxsanız şəkildə şagirdlərin biri sağ dizini bükür, biri sol, biri sağ, biri sol. Yəni fərqli sağ da ola bilər, sol da ola bilər, fərqli ola bilər. Öz yerlərini dəyişmədən şagirdlər
sağ və yaxud da sol dizini büküb sərbəst dayanırlar. Baxaq növbəti verilən komandalara. Müəllimin dağıl komandasına nəzər yetirsək, nizamı pozmaq və bərpa etmək buna nəzər yetirsək, müəllim dağıl komandası verir şagirdlərə. Dağıl komandasında şagirdlər cərgədən və yaxud da sıradan çıxıb sərbəst gəzirlər. Şagirdlər cərgədən sıradan çıxıb sərbəst gəzirlər. Olmadı komandasında şagirdlərin fəaliyyətinə nəzər yetirsək, şagirdlər bundan əvvəlki komandaya qayıdırlar. Ki, öncə, misal üçün deyək, müəllim düzül komandası vermişdi, sonra dağıl verdi, sonra müəllim olmadı komandasını verəndən sonra şagirdlər bir komanda əvvələ qayıdırlar. Bundan əvvəlki komandaya qayıdırlar. Dağıl komandasına şagirdlər sıradan cərgədən çıxıb sərbəst gəzirlər. Olmadı komandasında isə şagirdlər bundan əvvəlki bir komandaya qayıdırlar. Olmadı komandasına bu ilin MİQ imtahanına düşən bir sualı xatırladım sizə. İmtahanda sual düşüb ki, müəllim şagirdlərə səhv komanda verdiyini anlayır və öz səhvini düzəltmək üçün müəllim hansı komandadan istifadə edəcək. Olmadı komandasıdır, bəli. Olmadı komandasıdır ki, müəllim öz səhvini düzəltmək üçün olmadı komandasına istifadə edib şagirdləri ondan əvvəlki bir komandaya qaytarır. Komandaların ifadəsinə baxaq. Şagirdlərə verilən komandanın ifadəsi xəbərdar edici və icra edici olmaqla iki hissədən ibarətdir. Komandanın ifadəsi iki hissədən ibarətdir. Hansılar oldu? Xəbərdar edici və icra edici. Xəbərdar edici hazırlaşır, icra edici isə hərəkətə keçir. Misal üçün deyək, şagirdlərə sağa dön komandasını verir. Sağa dön komandası. Yəni biz birdən-birə şagirdlərə deyilməliyik ki, sağa dön və yaxud da sola dön, geriyə dön və yaxud da müəyyən komandalar olsun. Biz ilk öncə onları xəbərdə etmək. Sağa, arada müəyyən şagird beynində ki, fikirləşir ki, mən sağa dönəcəm. Bəli, müəllim mənə xəbərdarici komandanı verir. Ayaqlarımın hansı hissəsini bir növ qaldıracam, sağa dönən zaman misal üçün ağırlıq sağ daman sol pəncənin üzərindən düşür. Şagird ona hazırlaşır. Dön isə artıq icra edici komanda. Şagird sağa dönür. Sağa bir növ xəbərdarici komanda oldu. Dön isə icra edici komanda oldu. Fərq yoxdur, əksinə ola bilər, sola döndü ola bilər, geriyə döndü ola bilər, yarım sağa, yarım sola və s. Yəni bir növ arada pauza verilir. Arada müəyyən pauza verilir ki, şagird dön komandasını verəndə, icra edici komandanı müəllim verəndə şagird onu rahat, asanlıqla bir növ icra etsin. Sıra hərəkətləri 4 qrupa bölünür. Sıra fəndləri, düzlük və yenidən düzlüklər, seyrəlmələr və sıxlaşmalar və irəliləmələr. Sıra hərəkətləri 4 qrupa bölündür. Mütləq qaydada bunu əzbərləmək, yadda saxlamaq vacibdir. 4 qrupumuz oldu. Hansılar? Sıra fəndləri, düzlük və yenidən düzlük, seyrəlmə və sıxlaşmalar və irəliləmələr. Baxaq növbəti. Sıranın təşkili saylı və qruplara bölünməyə nəzər yetirək. Şagirdlərin sayını müəyyən etmək üçün hansı komandalar verilir? Qruplara bölünməz, komandalara bölünməz hansı komandalar verilir? Onlara nəzər yetirir. Şagirdlərin bir növ sayını müəyyən etmək üçün sinifdə, misal üçün deyək, siyahıda 30 şagird var, zala və yaxud da meydansıda düzləndə şagirdlər, biz onları bir-biri saymırıq ki, o müəyyən komanda verir ki, sıra ilə say komandası verir və şagirdlərin bir növ sayını müəyyən edirik. Sıra ilə say. Komanda, şagirdlərə verilən komanda. Sıra ilə say olur, icra. Yəni şagirdlər icra etməyi. Hər bir şagird başını sol tərəfə döndərərək öz sıra sayını deyir və başını əvvəlki vəziyyətə qaytarır.
Misal üçün, birinci şagird 1, 2, 3, 4, 5 və s. Bu ardıcıllıqla gedir. Cərgənin sonunda, sol cinahındakı, yəni sonuncu şagird bir addım irəliyə çıxır, öz sıra sayını qeyd edərək, yəni 5, burada 5 şagird var, 1, 2, 3, 4, 5. Öz sıra sayını qeyd edir və say qurtardı deyir və qayıdır təkrar öz yerinə. Bir də təkrar sonra müəllim verilən komanda sıra ilə say olur. İcra şagirdlər, hər bir şagird başı sol tərəfə döndərib öz sıra sayını deyir və başdan əvvəlki vəziyyətə qaytarır. Cərgənin solundakı, yəni sol cinahdakı sonuncu şagird bir addım irəliyə çıxır, öz sıra sayını deyir və say qurtardı deyir və qayıdır öz yerinə. Yəni şagirdlərin sinifdə sayını bu cür müəyyən etmək olar. Qruplara, yəni komandalara bölünmə. Müəllim baxır indi oyunun təşkilindən, oyunun gedişatından sonra müəllim şagirdləri 2 komandaya da bölə bilər, 3, 4 və s. komandalara bölə bilər. Müəllim şagirdləri komandalara bölmək üçün müəllim komanda verir. Müəllim 2 komandaya böləcəksə 1, 2 say, 3 komandaya böləcəksə 1, 3 say, 4, 1, 4 say və s. İcra, yəni şagirdlər necə icra edir hərəkəti? Şagirdlər sıra ilə 1, 2 deyərək sayır. Yəni 2 komandaya bölürük burada şagirdləri. Bir şagird 1 deyir, növbəti 2. 1, 2, 1, 2. İki şagirdlər 1, 1. Öz 1, 2, 1, 2 deyə bir növ şagirdləri 2 komandaya bölə bilər. Yəni 1, 3 say. 1, 2, 3. 1, 2, 3. Yəni bu minvalla şagirdləri 3 komandaya və yaxud da 4 komandaya, 5 komandaya bölmək mümkündür. Yerində dönmələr və yerində bir irəliləmələr zamanı dönmələri nəzərə yetirsin. Sağa dön. 90 dərəcə buzaq altında. Sola dön. Bu da 90 dərəcə buzaq altında. Geriyə dön. 180 dərəcə buzaq altında. Yarım sağa dön. 45 dərəcə buzaq altında. Eynən yarım sola dön də 45 dərəcə buzaq altında yerinə yetirəcək. Sağa və sola dönmələr 90 dərəcə buzaq altında. Geriyə dönmələr 180 dərəcə buzaq altında. Yarım sağa, yarım sola dönmələr isə 45 dərəcə buzaq altında yerinə yetirəcək. Sağa və yarım sola dönmə zamanı ağırlıq sağa və yarım sağa dönmə zamanı. Sağa və yarım sağa dönmə zamanı. Ağırlıq ayaqların sağ daban və sol pəncə üzərinə düşəcək. Baxın, sağa dönür. Ağırlıq sağ daban, sol pəncənin üzərinə düşür. Sağa və yarım sağa dönmə zamanı. Ağırlıq sağ daban və sol pəncə üzərinə düşəcək. Sola və yarım sola. Sola, yarım sola və geriyə dönmə zamanı isə sola, yarım sola və geriyə dönmə zamanı isə ağırlıq sol daban, sağ pəncənin üzərinə düşəcək. Baxın, ağırlıq sol daban, sağ pəncənin üzərinə düşür. Bir də təkrar edək. Sağa, yarım sağa dönmə zamanı ağırlıq sağ daban, sol pəncə üzərinə düşəcək. Sola, yarım sola və geriyə dönmə zamanı isə ağırlıq sol daban, sağ pəncənin üzərinə düşəcək. İrəliləmələrdə dönmələr zamanı icra edici komanda, yəni komandalarımız 2 cür oldu ifadəsi, xəbərlərici və icra edici komanda. İcra edici komanda sağa döndükdə sağ addım altında, sola döndükdə isə sol addım altında verilməlidir. Müəllim misal irəliləmələr zamanı şagirdlər sağa döndərirsə, ilk öncə xəbərlərici komandanı vermək ki, sağa, icra edici komandanı isə şagirdlərin sağa döndükdə sağ addım atır. Şagirdlər sağ addım atıb, sol atıb və sağa dönməlidirlər. Yəni icra edici komandalar sağa döndükdə sağ addım altında, sola döndükdə isə sol addım altında verilməlidir. Baxaq növbəti.
Baxaq bir zərgərdən iki zərgəyə düzül, iki zərgərdən bir zərgəyə düzül komandalar necə yerinə yetirilir? Yenidən düzlüklər. Düzlük növünün dəyişdirilməsi əlaqədar şagirdlərin müəllimin komandasına müvafiq yerinə yetirdikləri fəaliyyətdir ki, burada müəllim düzlük növünü dəyişdirir. Bir zərgərdən iki zərgə ol, iki zərgərdən bir zərgə ol və s. Bir zərgərdən iki zərgəyə yenidən düzlüklər. Əvvəlcə müəllim şagirdlərə 1-2 say komandası verir. Bütün şagirdlər, zərgərə dayanan şagirdlər 1-2 sayırlar. 1-2 1-2 1-2 sayı bitirəndən sonra müəllim növbəti komanda verir. 2 zərgə düzül komandası ilə artıq bir zərgə, 2 zərgə o yerinə yetirilir. Deməli, bir sayda, demək, 1-2 sayı bitirəndən sonra şagirdlərə komanda verilir, 2 zərgə düzül. Bir sayda şagirdlər nə edir? İlk öncə sol qıçlar. Burada 1-2'lərdir, 1-2'lərdir. Sol qıçla şagird bir addım arxaya attı. Şagirdin ayağı artıq biri buradadır. Sağ qıçla attı. 2 sayda sağ qıçla attı. Ayağı yoldaşının arxasına. Artıq ayağı yoldaşının arxasındadır. 3 sayda isə həmən bu sol ayağı gətirib sağ ayağın yanında birləşdirir. Oldu şagird 2 nömrəlilər 1 nömrələrin arxasında. Bir də təkrar. Əvvəlcə müəllim 1-2 say komandası verir. 1-2 say komandasından sonra şagirdlərə növbəti komanda verilir ki, bir zərgədən 2 zərgə düzül komandası verilir. İlk öncə bir sayda şagirdlər ilk öncə hər iki ayağı şagirdin ilk öncə buradadır. Hər iki ayağı buradadır. Yəni yanbayan düzülürlər. Hər iki ayaqları buradadır. Bir sayda sol qıçla hər iki şagird bir addım arxaya attı. Bir addım arxaya attı sol qıçla. Sağ qıçla 2 sayda. 2 sayda. Sağ qıçla bir addım sağ yana. Sağ ayağı gəldi oldu yoldaşının arxasında. Oldu yoldaşının arxasında 2 sayda. 3 sayda isə sol ayağı sağ ayağın yanında birləşdirirlər. Sol ayaq gedir yoldaşının arxasında, sağ ayağın yanında birləşir. Bu da oldu bir zərgədən 2 zərgə oldu. 2 zərgədən 1 zərgə yenidən düzülüşləri isə bir zərgə düzül komandası ilə yerinə yetirir. Bütün fəaliyyət əks istiqamətdə icra edilir. Yəni indi icra etdiyimiz fəaliyyət əks istiqamətə icra edilir ki, bu da necə baş verir? Şagirdlər ilk öncə sol qıçla bir addım yana atırlar. Yoldaşının arxasındadırlar. Sol qıçla bir addım yana atırlar. Sağ qıçı yoldaşının yanına gətirib qoyurlar. Sol qıçı isə gətirir yoldaşının yanında, sağ ayağının yanında birləşdirirlər. Yəni əks istiqamətə. Gələ baxaq sıravi addım, sıravi və adi addım texnikasına nəzər yetirək. Sıravi addım, yəni sıravi addımla marş texnikası rəsmi gərgin yeri sayılır. Rəsmi və gərgin yeri sayılır ki, ayaq hansı vəziyyətdə olur? Ayaq pəncə irəliyə dartılaraq döşəmədən pəncə irəliyə dartılıb və döşəmədən 15-20 cm hündürlüyə qədər qalxır. Qollar hansı vəziyyətdə olur? Qollar çiyin bərabərliyində, irəlidə və digəri isə arxaya aparılır. Digər qolu isə arxaya. Bir qol irəliyə aparılanda, çiyin bərabərliyində yuxarıya qalxanda, digər qol isə arxaya aparılacaq. Barmaqlar yarımüklü vəziyyətdə. Burada da şagirdin barmaqları yarımüklü vəziyyətdə olmalıdır. Bədən hansı vəziyyətdə? Baş və gövdə tamamilə düz saxlanılmalıdır. Baş və gövdə tamamilə düz saxlanılmalıdır. Bu oldu bir növ rəsmi gərgin yeri sayılır. Sıravi addım sayılır.
Baxaq adi yeriş. Adi yerişlə addımlanma komandası verdikdə texnika necə olur? Sərbəst, burada daha sərbəst olursun. Sərbəst daha gərgin, daha sonra gərgin yeriş olur. Yəni bir növ sərbəst yeriyirsən, sonra gərgin yeriş olur. Ayaq hansı vəziyyətdə olur? Ayaq qız sərbəst irəliyə aparılır, sərbəst qaydada irəliyə aparılır. Pəncə dartılmır. Pəncə dartılmır, gördüyünüz qaydada pəncə normal qaydada dayanır. Qollar gövdənin ətrafında sərbəst hərəkət edir. Qollar gövdənin ətrafında sərbəst hərəkət etdirilir. Baxaq hərəkətə nəzarət, temp, ritim və istiqamətə nəzər yetirək. Əsas yeriş komandaları. Əsas yeriş komandaları başlamaq üçün addımın növü, məsəl üçün ola bilər sıravi addımlanmaçdır, sonra adi addımlanmaçdır, pəncələr üzərində müəyyən komandalar verilə bilər. Dayanmaq üçün isə müəllim hansı komandadan istifadə edir? Sinif dur komandasından istifadə edəcək. Yerində addımlamaq, yəni müəllim komanda verir. Yerində addımla marş. Şagirdlər heç ara getmədən öz yerlərində addımla marş komandası ilə fəaliyyətə başlayırlar. Geniş addımla marş. Qısa addımla marş. Sürətli addımla marş. Yəni müəllimin şagirdlərə verəcəyi komandalardır. Yeriş üsullarına baxaq. Pəncə üzərində yeriş. Qaban üzərində yeriş. Yarım oturuşda yeriş. Hücum addımında ilanvari yeriş. Ətrafa yeriş. Dairə üzəri yeriş, yəni müəyyən bir növ komandalarla həyata keçirilir. Baxaq seyrəlmə və sıxlaşma nədir? Seyrəlmə və sıxlaşmaya nəzər yetirək. Seyrəlmə və sıxlaşma. Məsafəyə bir növ nəzarət etmək. Seyrəlmə düzlük zamanı. Düzlük zamanı. Burada əsas diqqət yetirməli məqamlar. Məsafə və intervalın artırılması. Düzlük zamanı məsafə və intervalın artırılması. Seyrəlmə düzlük zamanı məsafə və intervalı artırır. Gördüyümüz kimi burada oxşarları sağa sola bir növ şagirdlər məsafə intervalı artırılır. Sıxlaşma isə tam əksinə düzlük zamanı seyrəlmiş düzlükdə, yəni seyrəlmə, şagirdlər seyrəlmir, seyrəlmiş düzlükdə məsafə və intervalın azaldılmasıdır. Sıxlaşmada məsafə və intervalı artırdıq, seyrəlmədə məsafə intervalı artırdıq, sıxlaşmada isə məsafə və intervalı azaltdıq. İdman zalının bir növ məkanın mənimsənilməsidir. Zalın şərti bölgüsünə nəzər yetirirsək, sıra hərəkətlərin istifadə olunması asanlaşdırmaq üçün zalı şərti olaraq 9 yerə bölmək mümkündür. Ki, 1. Mərkəzdir. 2. Yuxarı sağ küncdür. 3. Yuxarı orta hissədir. 4. Yuxarı sol küncdür. 5. Sağ orta. 6. Sol orta. 7. Aşağı sağ künc. 8. Aşağı orta. 9 isə aşağı sol künc olacaq. Bugünkü dərsimiz bu qədər, hörmətli müəllimlər. Növbəti dərslərdə görüşərik. Sağ olun.